Vətəndaş mövqeyimlə Rayət İmaməliyev. Xahiş edirəm kanalımıza abunə olub bəyənəsiniz. Sosial şəbəkələrdə qəribə bir elana rast gəldim. Azərbaycanda Bəyin Dostları adlı xidmət fəaliyyətə başlayıb. Toy zamanı adam başı 150 manatdan neçə nəfər istəsən bəyə dırnaqarası saxta dost tapırlar. Bu xidmət təşkilatçılarının əsas funksiyası toy zamanı maşın karvanında, çəkilişlərdə, məclisin şənlənməsində yalançı bəy dostları adı altında saxta fəallıq göstərməkdir. Mənə elə gəlir ki, bu xidmət Azərbaycan cəmiyyətini və toy iştirakçılarını aldatmaqdan başqa bir şey deyil. Toy ailə təməlinin açılış mərasimidir, başlanğıcıdır. Yeni qurulan ailənin mayası yalanla yoğrulursa, aldatma ilə başlayırsa, siz bu ailənin gələcəyini necə görürsünüz? Bax, mənim üçün çox maraqlıdır bu. Təməli saxtakarlıqla qoyulan o ailənin paçlığına, saflığına kim qarantiya verə bilər? Bünövrəsi yalanla, saxtakarlıqla, aldatma ilə qoyulan ailənin gələcəyinin xəyanətlə, faciə ilə, ən yaxşı halda boşanma ilə sonlanmayacağına kim zəmanət verə bilir? Özü də həmin xidmət tək oğlanlara yox, qızlara da aiddir. Həmin xidmətdə gəlinlərə yalançı rəfiqələr təklif irəli sürülür. İdeya müəllifi cavan bir oğlandır. Güya Azərbaycanda bir ilkə imza atmaq istəyib. Ümumiyyətlə, bir nəfər pul qazanacaq deyə, yeni sərsəm ideya ilə məşhurlaşacaq və yaxud ucuz reklamla gündəmə gələcək deyə, Azərbaycanın toy adət ənənələrini, milli mentalitetini aşağılamağa heç kəsin ixtiyarı yoxdur. Bunun qarşısı alınmasa, sabah çox acı nəticələrə gətirib çıxaracaq. Sabah saxta bəy xidməti, saxta gəlin xidməti də açıq şəkildə fəaliyyətə başlayacaq. Onsuz da gizli də olaraq belə hallara rast gəlinir. Bu yeni xidmət Azərbaycan əhalisinin dediyim kimi toy adət ənənəsinə olan marağını yox etməkdən başqa bir şey deyil. Bütün bunlar elə-belə baş vermir ha. Son zamanlar, üzr istəyirəm, transseksualların, cinsi azlıqların sosial şəbəkələrdə daha çox aktivliyinə, onlara süni rəğbətin formalaşmasına, hədiyyələr atılaraq gənclərimizi sanki cinsi azlıqlara rəğbət oyatmasının arxasında hansısa maraqlar dayanır. Maraqlı qüvvələr var. O gənclərimiz ki, 44 gün ərzində bizə zəfər dastanı yaşatdılar, zəfər tarixi yaratdılar və məncə belə xidmətlərin təşkilinin çoxalması, yalançı toyların baş verməsi milli mentalitetimizi yox etmək məqsədi daşıyır, Azərbaycan gəncliyinin vətənpərvərlik duyğusunun qəsdinə duran bir addımdır. Əsl fəlakətsə başqadır. Dediyim kimi, Azərbaycanda son zamanlar yalançı saxta toylar geniş vüsət alır. Güya ki, yalançı toy göstəricisi nümayiş etdirən hər hansı bir tanınmış olsun, müğənni olsun, model olmuş, üzdə olan olsun, hər kimsə ərə getdi, toyu oldu, onun şəxsi həyatındakı söz-söhbətlər sonlandırıldı və sığortalandı. Fizikada enerjinin saxlanma qanunu var. Enerji itmir, heçdən yaranmır. Yalnız bir şəkildən başqa bir şəklə çevrilə bilir. Hər bir prosesin, hadisənin də yaranma səbəbi var. Saxta toylarında yaranma səbəbi var, məqsədləri var, nəticəsi var. Ən çox da bu hallar, yəni yalançı toylar, bəzi show biznes adamların, dediyim kimi üzdə olan adamların, müğənnilərin, modellərin həyatında rast gəlinir. Səbəb odur ki, həmin xanımların sponsoru, el dilində desək, saxlayanı, həciləri, adının bu xanımla birlikdə hallanmasından narahat olur. Cəmiyyətdə, ailədə nüfuzunun itməsindən narahat olur, qorxur və yalançı toy təşkil edir. Xərc çəkir, maddi ehtiyacı olan bir oğlana 3000 manat müqabilində pul verib onu saxta bəy olmağa razı salır. Toyun bütün xərcini çəkir
və cəmiyyətdə bir görüntü formalaşdırır. Məqsəd o xanımın evli olmasını bildirərək həmin həci, nəzər diqqətləri öz üzərindən götürmək istəyir, gözlərə kül üfürmək istəyir. Sonra isə rahat şəkildə sığortalı sevgilisi ilə şəhvət dolu intim həyatlarını daha rahat şəkildə davam etdirir. Nəticə isə cəmiyyətə yalan və saxtakarlıq sırıdılır. Bu gün qanun boşluğundan bu məsələlər inzibati və hüquqi məsuliyyət daşımır. Amma bu məsələnin qanuni müstəviyə daşınması mütləqdir. Yoxsa vallah sonu heç yaxşı görünməyəcək. Çox təəssüf ki, bu gün içində olduğumuz cəmiyyətdə yalansız ötüşmək olmur. Bir ailənin dağılmaması ucbatından, bir səhvi örtbasdır etmək, yalan danışmaq o ailənin davamlılığını təmin etmək üçün bəzən bu yalanlar qəbul olunandır. Amma mentaliteti sarsıdacaq, ailə dəyərlərini heçə sayacaq yalanlar qəbul olunmazdı. Bir mənalı şəkildə bu yol verilməzdi. Yalancı toylar, toy iştirakçılarını barmağa, dolamaqdan, dediyim kimi cəmiyyəti aldatmaqdan, milli mənəvi dəyərləri ələ salmaqdan, aşağılamaqdan başqa bir şey deyil. Bunun adı saxtakarlıqdır. Əslində bu cinayətdir. Sadəcə olaraq dediyim kimi bəzən qanundakı olan boşluqlardan irəli gəlir və heç bir məsuliyyət yaratmır. Hüquqşünaslar, bu məsələyə diqqət yetirin. Öz təkliflərinizi lazımi orqanlara, aidiyyatı qurumlara çatdırın. Belə saxtakarlıqlar, cəmiyyəti aldatmağa yönəliş belə faktlara qarşı qanun maddəsi qəbul olunmalıdır. Cəmiyyətimizi bu fəlakətdən xilas edin. Bütün qapılardan, ocaqlardan əsl sevgiyə, məhəbbətə söykənən vağzalı sədalarının ucalmasını arzu edirəm. Saytların birində bir şairin müsahibəsini oxudum. Şair deyir ki, ədəbiyyatımız ağır vəziyyətdədir. Əsl söz sənəti zəmanənin girdabına tuş gəlib. İndi şeir, roman oxuyan yoxdur. İndi dəbdaxı. Hər çətinliyimizi, zibilimizi zəmanənin üstünə atırıq. Razılaşmadım adamla. Çünki müasirlərimizdən Ramiz Rövşən, Rüstəm Behrudi, elə Kəramət Böyükçölün özünün digərlərinin oxucuları minlərlədir. Yadıma Bəyin Oğurlanması filmi düşdü. Rejissor bir nəfərə şikayətlənir ki, öz filmlərimizə baxmırsan, amma Hind filminə 40 dəfə baxmısan. O adam da rejissora qayıdır ki, sən də elə film çək ki, sənin də filminə mən 40 dəfə baxım. İndi ay şair, yazıcı, sən də elə bir maraqlı bir şey yaz ki, hamımız səni oxuyaq. O şair sonra əlavə edir ki, Sovet zamanından fərqli olaraq indi bizləri oxumurlar. Səbəbini deyimmi? Mən də uşaq vaxtı şeirlər yazırdım. Şeirlərim Naxçıvanın Şərq Qapısı, Yeni Ordubad qəzetlərində çap olunurdu. Ordubadlı məşhur bir şair var idi, Əli Göydağlı. Şeirlərimi ilk ona göstərib məsləhət alardım. Mən Bakıda artıq yaşayanda tələbəli illərindən sonra Əli Göydağlı bir dəfə Bakıya gələndə onu qonaq etmək istədim. Mənim də imkanımın yaxşı vaxtları idi. Maşınımla aeroporta gedib Əli müəllimi qarşıladım və Nərimanovdakı evimizdə qonaq etdim. Ertəsi gün Əli Göydağlını məşhur restoranların birinə apardım və fikirləşdim ki, fərqli yemək sifariş edim. Avropa və Asiya mətbəxi ilə Əli Göydağlını bir tanış edim. Sushi sifariş etdim. Əli Göydağlı yazıq çubuqlar əllərində ha əlləşdi, suşiləri hədəfə ala bilmədi. Gah çubuq əlindən düşdü, gah boşqab tərsinə çevrildi, gah suşi yerə dağıldı. Əlqərəz, başqa yemək sifariş etdim. Yeməyin ortasında sual verdim ki, ay Əli müəllim, bu Bakıya gələndən sonra, burada yaşayandan sonra şeir yaza bilmirəm, ilham gəlmir mənə nəsə. Əli Göydağlı əsəblə qaşığı boşqaba çırpıb dedi, bədbəxt oğlu bədbəxt, əlbəttə yaza bilmərsən. Asfalt üstündə BMW avtomaşınla hansı tozlu yollardan, torpaq eşqindən yaza bilərsən. Çubuqla sushi yeyib
Çəhli otundan, dağ yarpızından şeir mi yazmaq olar? Divar boyda evdəki televizorun qabağında lambadiya qulaq asan sən, bülbül cəhcəhinnənmi, çəhliyin qaqqıltısındanmı, qartalın əzəmətindən mi yazacaqsan ha bədbəxt? Üçüncü mərtəbədə geniş listurlu, kondisionerli otaqda oturub təbiət şeiri mi yazacaqsan sən? Təbiətdən yazan şairin ayağı şehli çəməndə suya batmasa, səhər mehi onun burnunu qıpqırmızı qızartmasa, lampa işığında ulduzu sayrışan səmalara baxmasa, at üstündə şəlalə ilə qurşaq tutmasa, göy otlağı yara-yara əl qolunu gicitkən çolu dalamasa, suşi əvəzinə yoncadan, keşnişdən, dağ reyhanından dadmasa, şeir mi yaza bilər? Dilimi qarnıma soxdum. Mənə verilən ən gözəl cavab bu idi. Elə sizə də verilən ən böyük cavab budur. Düz deyirdi rəhmətlik. Baxın, Musa Yaqub, Səməd Vurğun, Məmməd Araz və digər şairlər öz el obalarına məhəbbəti, doğma yurtlarına sevgi, təbiətə bağlılığı ilə yoğrulmuşdu ruhları. İndikilərin isə dərdi Yazıçılar Birliyindən ev qoparmaqdır. Ev davasıdır, ad davasıdır. Şəxsi mənfəətdən doğan istəklə ədəbiyyat inkişaf etməz, qadaz alın, üst-üstə düşməz. Həm də Sovet ədəbiyyatı ona görə güclü idi ki, ədəbiyyatda bir senzura var idi. Mənim şeirlərim Pioner qəzeti, Azərbaycan gəncləri 50 yazı göndərərdim. Birini, ikisini çap edərdilər, yoxsa yox. İndi küçədən keçən özünə kitab çıxarır. Allaha and olsun, mən də Səngərdən Əbədiyyətə adlı kitabın müəllifiyəm. Utanıram deməyə. Mənim kimi kitab yazmaqdan hər kəs ayda 100-ünü çap etdirər. Apardım, verdim Mücrü nəşriyyatına, pulunu verdim, heç maraqlanmadılar nə yazmışam. 300 nüsxə sifariş edib, çap edib, payladım camaata. Belə kitab çıxarmağa nə var ki? Amma Sovet dönəmində Maarif nəşriyyatında kitab çıxarmaq mı olardı? Hər adamın işi deyildi. İndi babam nənəni tində nanay, nay, səhər saytlardadır, dərc olunub, qəzetlərdə dərc olunub. Kim kimədir bəlli deyil. Bəli, Sovet ədəbiyyatı çox güclü idi. Müasir ədəbiyyatımızda isə 5-6 yazıcı və şairləri çıxmaq şərti ilə hamısı çürünüb araza tökülməlidir. Qadaz alım. Ramiz Rövşənin, Rüstəm Behrudinin Facebook səhifələrini açıram. Adlarından başqa heç nə yoxdur. Amma indi qabıqdan təzə çıxanların hərəsi özü haqda bölmədə Facebookda az qala dastan yazır. Nə bilim, Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü, Qızıl Qələm mükafatı laureatı, prezident təqaüdçüsü, 8 kitab müəllifi, 9 nə bilim nə müəllifi, ilaxır tökülüb gedir. Bəzilərini dediyim kimi çıxmaq şərti ilə müasir özlərini yazar, şair adlandıranlar, əksəriyyəti də elə arvad qeybəti, bir-birlərinə qara yaxmalardan başqa əllərindən bir şey gəlmir. Mənasız söz yığınaqları, bir-birinə bənzər şeirlər, eşq, sevgi, eyni səpkili şeirlər, başqasının şeirinin ora-burasına söz artırmaqla güya qələm ustaları olublar. Düzəməlli vətənpərvərlik şeirinə rast gəlinmir. Yazanlar da o saat bilinir ki, heç vətənin V hərfindən də xəbərləri yoxdur. Bəzilərinin də şeirlərini oxunmur deyə, bunlar tanınsız deyə pul verirlər bir qiraətçiyə, şeirlərini səsləndirirlər və yaxud bir müğənniyə pul verib şeirlərinə mahnı yazdırtdırırlar. Şeir də deyil, cızma qara. Güya bunlar ədəbiyyat ulduzudular. Özü salmısınız da ədəbiyyatı bu kökə. Şairlərin bəziləri sosial şəbəkədə insan adlarına şeir yazma xidməti təklif edirlər. Ruh ölüb sizdə, ilham ölüb, yoxdur. Bir şairə tanıyıram. Ədəbi gecələrdə işi gücü ancaq həmkar xanımları gecədə kimlə oturdu, kimlə salamlaşdı, güdməkdən başqa bir dərdi yoxdur. Buna görə də ədəbiyyatımız bu kökdədir. Nəsiminin Məndə sığar iki cahan şeirinə rəqs edən ədəbiyyatçıdan nə gözləməliyəm ki?
şairə tanıyıram, üzr istəyirəm. Gəzib dolanmadığı həmkarı, gəzmədi, görmədi, otel odası qalmır. Bizim saf sevgimiz adlı bir şeir yazıb. Sevginin paçlığından, ülviliyindən, təmizliyindən, etibarından yazır. Kim oxuyacaq ki belə şeiri? Belələrini oxuyanın saf sevgidən nə anlayışı olacaq? Mənim bir müəllim dostum var, şairdir. İşlədiyi orta məktəbdə ədəbiyyat müəlliməsi olan şairə xanıma vurulub. Ona evlilik təklif etmək üçün o şairə müəlliməni restorana dəvət edib. Evində kilkə balıq görməyən bu şairə xanım müəllimə restoranda asatrin, ağ balıq ağzına nə gəlib sifariş verib. Hesab gələndə müəllim dostumun bir aylıq maaşının axırına çıxılır. Üstəlik müəllim dostum anasının pensiya kartına da müraciət etməli olur. Müəllim dostum o qaçan qaçıb o məktəbdən, başqa məktəbə təyinat alıb, nömrəsini də dəyişib. TikTokda o gün baxıram ki, həmin xanım şairə müəllimə qəmgin şeirlər yazıb səsləndirir. Ay Süleyman, xəbərsiz hara getdin? Niyə məni atdın? Niyə saf eşqimizi ayaqlar altına saldın? Qayıt gəl. Gədəni soyub soğana çevirib, indi utanmaz deyil, qaç. Süleyman qayıdarmı? Hara qayıtsın Süleyman? Bircə günə evini yıxmısan Süleymanın. Bir də qayıdarmı? Təfəkkürünüz budur da. Sonra deyirsiniz, söz sənətinə maraq yoxdur. Sovet zamanında şairlərimiz, yazıçılarımız təmənnasız idilər, gözü tox idilər deyə yazıçılar öz üzvlərinə dəniz mənzərəli evlər, bağ evləri hədiyyə edirdilər ki, şairlərin ilhamı sönməsin, təbiətdən ruhlanıb yaza bilsinlər. Müasir dövrümüzdə isə şair və yazıçılar ev davasına qalxıblar. Bezdiriblər hökuməti. Onlar da məcbur olub Binəqədidə orada burada zətdə bunlara bir ev verirlər ki, əl çəksin. Binəqədinin 9-cu mərtəbəsindən boylanıb zibilxanaları görən şairin nə ilham olacaq? Ona görə bu köhdəyir. Zəmanənin boynuna atmaqla deyil, günahkar nə bilim zəmanəymiş, falanmış. 50 il bundan əvvəl də günəş belə çıxırdı, indi də. 70 il əvvəl də külək belə əsirdi, indi də. Zəmanə həmin zəmanədir. Siz şair və yazıçılar başqalaşmısınız, müasirlər. Əziz izləyicilər, siz deyin, sizcə niyə Sovet ədəbiyyatı daha çox oxunurdu, müasir ədəbiyyatımız isə yox? Demokratiya Yunanca demos və kratos, yəni xalq hakimiyyəti deməkdir. Demokratiyanın mövcudluğu üçün mənim subyektiv fikrim 2 şərt olmalıdır. Birinci şərt, cəmiyyətin hər bir üzvü öz daxilində demokrat olmalıdır. İkinci şərt, vətəndaşın iqtisadi durumu, sosial vəziyyəti maksimum dərəcədə yaxşı olmalıdır. Hökumət əhalinin yaşayış minimumunu təmin etməlidir. Bu yaxınlarda Şəkidə bir xəstəxanada demokratik rəqs vəziyyəti gördüm. Bunların biri olmasa, demokratiyadan söhbət gedə bilməz. Əvvəlcə qeyd edim ki, çıxışım sarkazmdır. Yəqin baxmısınız o videoya. Azərbaycan sayağı bir demokratiya. Dediyim kimi, hər bir şəxs içində demokrat olmalıdır. Çox təəssüf ki, demokratiyanı hərə bir cür başa düşür. Sərf etdiyi kimi başa düşür. Məsələn, feminist qızlar demokratiyanı səhərə qədər barlarda yeyib-içib kef eləməkdə, məhlə qaqaşları qız dalınca düşən nabələd oğlanı tutub əzişdirməkdə, məktəbli dərsdən yayınmaqda, əskər postda yatmaqda, nə bilim, evdar qadın demokratiyanı ərə itaətsizlikdə, kişi demokratiyanı gecələr orada-burada eş-işrətdə, yəni bəziləri və s. Digərləri isə demokratiya ilə anarxiya sözünü qarışdırırlar. Qırmızı işıqda gedib qayaya rüşvət təklif edən sürücü demokratik cəmiyyətin olmamasından şikayətlənir. Əslində rüşvət verməklə cəmiyyət öz demokratik hüququnu özü satır, əzib tapdalayır. Bəziləri üçün demokratiya, nə bilim, kimlərəsə müqavimət göstərmək, magistral yolu kəsib piket keçirib sürücüləri narahat etmək, kimlər üçünsə dediyim kimi demokratiya bildiyini etmək,
Əzizim, demokratiya qanunla tənzimlənir. İndi sizə əziz izləyicilər sual verim, özüm də sizin içinizdə. Demokratik cəmiyyətə hazırsınızmı? Demokratik cəmiyyətdə yolda içi qızılla dolu çanta tapsaz, aparıb polisə təqdim etməlisiniz. Amma siz düşündüyünüz cəmiyyətdə aparıb xərcləyib özünüzə sərf etməlisiniz. Hansı sərf edir sizə? Demokratik cəmiyyətdə ictimai yerdə siqaret çəkirsiniz, polis sizi 200 manat cərimə edir. Siz də məmnuniyyətlə aparıb banka 200 manat cəriməni ödəyib tərbiyələnirsiniz. Amma siz düşündüyünüz anarxist cəmiyyətdə 20 manat rüşvət verib işinizi həll edirsiniz. 20 manat rüşvət verib anarxist cəmiyyəti siz qəbul edirsiniz, yoxsa 200 manat qanuni cəriməli demokratik cəmiyyəti? Demokratik cəmiyyətdə 60 kvadratlıq evinizin dəyəri 100 min manatdır. Anarxist cəmiyyətdə isə 2000 verib, balkonu xeyli qabağa çıxarıb, evin sahəsini və dəyərini artırırsınız, 150 min edirsiniz. Sizə hansı sərf edəcək? Demokratiya təəssübkeşləri. Övladınız orta məktəbə gedəcək, demokratik cəmiyyətdə özləri hazırlaşıb imtahan verəcəklər. Amma indi siz düşündüyünüz cəmiyyətdə pul verib orta məktəbdən saxlatdırıb repetitor yanına göndərəcəksiniz. Demokratiya ifrat dərəcəyə çatanda anarxiyaya çevrilir. Ona görə də demokratiya qanunla tənzimlənir. Demokratik cəmiyyət arzuluyuruqsa, özümüz birinci qanunlara riayət etməliyik. Qanunlara əməl etməliyik. Demokratik fikirli olmalıyıq. Siz düşündüyünüz demokratiyanı TikTokda bir-birini söyən, onu bunu təhqir edən, çığırıb bağıran bəzi gədələrə versən, gəlib sənin evini zəbt edib səni bayıra atarlar. O demokratiyanı canlı açıb məqsədi pul dilənmək arzusunda olan lüt ətcə balalara, saqqalı bitlilərə versən, səni təcavüzdə ittiham edərlər. Sizcə, belələrinə demokratiya vermək olarmı? Hansı sərf edir sizə? Hansı sərf edir? Məncə Azərbaycana hələlik belə də qalıb. O kökdə deyilik biz. Demokratiyanın mövcudluğu üçün ikinci şərt vətəndaşın iqtisadi və sosial şərti yaxşı olmalıdır. Məsələn, Almaniya vətəndaşı, yəni sırf Alman milləti içi qızılla dolu çantanı düşünmədən aparıb polisə verər. Çünki o işsiz Alman vətəndaşına işsizliyə görə hökumət 2215 evro pul ödəyir. O hökumətə borcludur. Hər ay uşağa görə hökumətdən 200 evro pul alır. Qısacası, hökumətə borcu var. Əgər oğurluq etsə, dövlət bu imtiyazlardan məhrum edər, yararlana bilməz. Ona görə hər kəs haqq etdiyi yerdə və haqq etdiyi şəraitdədir. Mən 80 manat müavinət alıram, müharibə veteranıyam. Tutalım, yolda bir pul qabı tapsam, içində 200-300 manat, bilirəm ki, bu yazıq kaşlok sahibi min əziyyətlə qazanıb. Aparıb onu polisə verərəm. Amma içi qızılla dolu çanta tapsam, bilərəm ki, Azərbaycanda halal zəhmətlə, maaşla bu qədər qızılları qazanmaq olmaz. 100% bu qızıl sahibi haramçılıqla qazanıb bu pulları. Və düşünərəm ki, bu çantanı neynim? Əziz izləyicilər, siz də yoldan içi dolu qızıl çanta tapsaz, neynərsiniz? Düzünü yazın. Mənim üçün maraqlıdır. Bu həftəlik bu qədər. İnşallah gələn həftə ölməsəm, sağ qalsam, yenə qarşınızda olacağım. Xahiş edirəm, kanalımıza bir daha abunə olub, bəyənəsiz və kanalımızı izləmədə qalasınız. Sağ olun.